Rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hürmətli cəmaat, dəyərli böyüklər, ağsaqqallar. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah subhanahu və teala bizləri bu cür gözəl, xeyirli məclisdə cəm edib topladı. Həqiqətən də cəmaatın Allahı zikr etmək üçün toplanması, elm öyrənmək, faydalar əldə etmək üçün bir yerə yığışması Allah yanında olduqca dəyərli, qiymətli, fəzilətlidir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, həmin bu məclislər dünyadakı cənnət bağçalarıdır. Sanki o cəmaat cənnətlərdə bir bağçadadırlar. Allahın rəhməti oranı bürüyür. Sükunət, sakitlik, əminamanlıq enir. Mələklər qanadları ilə səmaya qədər əhatəyə alırlar. Allah Teala orada olanların adların səma əhlinin yanında çəkir. Aləmlərin Rəbbi olan uca Allah məhz bu cür xeyir məclislərində, fayda məclislərində oturub iştirak edənlərin adların səma əhlinin yanında çəkir. Böyük bir fəxirdir. Kim elm öyrənmək üçün gəlirsə, mələklər qanadların razılıq əlaməti olaraq həmin şəxsin ayağının altına sərirlər. Ona cənnətə gedən yollar asanlaşır, ibadətlər rahat olur. Rasul sallallahu aleyhi və səlləmin nəsiyyət etdiyi kimi bu məclislərin mükafatı ancaq cənnətdir, cənnət. Allah Teala'ya həmd olsun ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi isə Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Onun hədisləri, onun sünnəsi. Və bizlər Rasul sallallahu aleyhi və səlləmin xəbər verdiklərini təsdiqləməliyik. Əmr etdiklərinə itaat eləməliyik. Qadağan etdiklərindən çəkinməliyik. Allah Teala'ya onun buyurduğu qaydada ibadət etməliyik. Allah Teala Qur'an-ı Kərimdə 30-dan çox ayədə Allahın kitabına və Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə, hədislərinə tabi olmağı bizlərə buyurur. Sünnə Qur'an-ı Kərimin izahıdır, açıqlamasıdır. Həm Qur'an, həm sünnə Allahın vəhyidir. Vəhiy yönündən eynidir. Qur'an da Allahın vəhyidir. Sünnə də Allahın vəhyi, yəni hər ikisi də Allahdandır. Vəhiy, yəni hər ikisi də Allahdandır. Lakin fəzilət baxımından, şərafət baxımından Qur'an birincidir. Sonra isə hədislər gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala məndən bir hədis eşidib, onu başa düşüb, dərk edib, başqalarına çatdırıb öyrədən şəxsin qiyamət günü üzün ağ eləsin. Məndən bir hədisi eşidib, xəbərdar olub, yaxud oxuyub, görüb, sonra onu başqalarına izah edib, şərh edib, çatdırıb onlara Allah Teala onun qiyamət günü üzün ağ eləsin. Yəni burada təkcə hədis oxuyan, onu çatdıran yox, həmçinin dinləyənlərə də qiyamət günü bu cür əzəmətli, böyük mükafat vardır. Abdullah ibn Abbas'dan rəvayət olunan məşhur bir hədis var. Əksər cəmaatımız Allah həmd olsun bunu bilir. İçərisində çoxlu xeyirlərin, faydaların cəm olduğu bir hədisdir. Məhz bu gün ədəb və əxlaq mövzusunda gəlib çatdığımız hədisdir. Allah Resulü
Muhammed sallallahu aleyhi ve sellem buyurur ki İnna ma'aşeral enbiyai biz peygamberler cemaatı, biz peygamberler, nəbilər umirnə ən nu'accilel iftara və ən nuaxxirəs suhura və ən nadribə bi eymanina alə şəmailinə. Biz peygamberler cemaatı oruc açarkən iftarı tezləşdirmək, orucu bağlayarkən sahuru gecikdirmək və namaz qılan zaman sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunduq. Bütün peyğəmbərlər. Başqa ləfizdə gəlir ki, iftarı tezləşdirmək, vaxtı girən kimi orucu açmaq, başqa işlərlə məşğul olmaq ehtiyac yoxdur. Hətta namaz qılmaq iftarı açmaqdan sonra gəlir. Vaxt girdi, xurmandan yedin, suyundan içdin, orucunu açdın, sonra gedin məğrib namazını qılırsan. Bəzən insanlar elə düşünür ki, məğribi qılım sonra orucumu açın. Bu sünnəyə müxalifdir. Savabı, mükafatı azdır. Ən gözəl odur ki, orucunu aç, bir neçə loxma ye, ondan sonra namazı qıl və namazını yerinə yetir. Sonra sahuru gecikdirmək, yəni oruç tutan zaman axır dəqiqələrə, saniyələrə qədər yeyib içmək. Bəzən insanlar görürsən ki, yarım saat, 40 dəqiqə qabaqdan artıq ağızlarını bağlayıb oturub azanı gözləyirlər. Doğru deyil. Yaxşı olan budur ki, son saata, son saniyəyə qədər yeməklə, içməklə məşğul olmaq. Hətta su içdiyin yerdə və yaxud da yemək yediyin yerdə azan verilsə, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yeməyini bitir, orucunu tut. Suyunu iç, orucunu tut. Və namaz qılarsan, ən-nəda'a əymənənə alə şəmailinə fis-salati. Namaz qılan zaman sağ əli, sol əlin üzərinə qoymaq. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu səhabələrinə əmr edirdi. Əlbəttə, təkcə sahabələrə yox, bu onun bütün ümmətinə aiddir. Bu şəkildə deməsi biz peyğəmbərlər cəmaatı dinləyən şəxsləri daha çox həvəsləndirir. Daha çox onlarda bu əməlləri yerinə yetirməyə istək artır. Çünki desəydi ki, mənim sünnəm, əlbəttə ki, insanlar əməl edərdilər, tabi olardılar. Lakin deyir ki, bütün peyğəmbərlər, yəni Adəm əleyhissalamdan Muhammed sallallahu aleyhi və səlləmə qədər hamısı belə olub. O zaman insan daha çox həvəsli olur, daha çox istəkli olur və tabiçilikdə və haqqa uymaqda daha arzulu olur. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisdə biz peyğəmbərlər cəmaatı əmr olunduq, yəni Allah Taala bizə əmr etdi. Özümüz özümüzdən əmr etmədik, Allah Taala bizə əmr etdi və mən də onlardan biriyəm. Mən də onlardan biriyəm. Və bu bizim adətimiz idi, bizim yolumuz, bizim sünnəmiz idi. Nədir bu? İftarı tezləşdirmək. Oruç tutan zaman istər fərz oruc, istər nafilə oruc. İftarı tezləşdirmək. İftarı da tezləşdirmək, yəni günəş batan kimi dərhal orucu açmaq. Günəş batan kimi dərhal orucu açmaq. Əgər günəşi görəcək bir yerdəsənsə, günəş batan kimi dərhal orucu açmaq. Amma günəşi görə bilmirsən, o zaman təqvimlə, yaxud da azanla oruc açırsansa, təqvimdə vaxt girən kimi, azan oxunan kimi orucu açmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kitab əhlinə müxalif olun. Çünki onlar iftarı gecikdirirlər. Yəni günəş batıb, hələ də açmırlar, ulduzların görünməyin gözləyirlər. Çünki qaranlıq artıq çökəndə ulduzlar başlanır görünməyə. Gündüz ulduz görünmür günəşin işığından. Amma axşam görsənir. Və deyir, onlar deyir, iftarı gecikdirərdilər və sahur eləməzdilər. Yəni o başlanlıq eləməzdilər. Siz deyir, onlara müxalif olun, sahur eləyin və sahurda bərəkət var. Və sahurda bərəkət vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri ilə birlikdə səfərdə olanda günəş batan kimi orucunu açır. Oturduğu yerdə görür ki, günəş batıb orucunu açır. Səhabələr deyir ki, əgər bizdən biri
yerindən qalxıb mininin üstünə çıxsaydı, yəni atın, dəvənin, günəşi deyir görərdi. O cür tez orucu açıb, xurma, ardınca su, bu şəkildə. Suxuru gecikdirmək, yəni səhər vaxtı orucluqda yeyilən yeməkdir və axır dəqiqəyə, saniyə qədər yeyib içmək. Sahurda da çoxlu faydalar var. Allah razı olsun, elm əhli hədisləri toplayıb cəm edib. Bərəkət var sahurda, Peyğəmbər s.ə.v deyir ki, 3 şeydə bərəkət var. Ətli, sulu yeməkdə, cəmaatda bir də sahur eləməkdə. Allah Teala özü, onun mələkləri sahur eləyənlərə salavat deyirlər. Allah Teala'nın salavat deməsi, yəni onu uca məqamlara tərifləyir. Subhanallah, sahur yeməyin. Yeyirsən ki, orucu tuta biləsən, bədənin güclü, qüvvətli olsun. Amma mükafata bax, Allah özü səni tərifləyir. Mələklər isə sənin üçün Allahdan bağışlanma istəyir. Bir udum su ilə belə olmuş olsa, sahur edin buyurur. Peyğəmbər sallallahu aleyhi və səlləm, sahurun maddi, dünyəvi faydalarından biri də insanın həmin günü bədəni cumrah olur. Bədəni cumrah olur və elhamdülillah orucu rahatsa tuta bilir. Və son olaraq namaz qılanda sağ əli sol əlinin üzərinə qoymaq, bu demək sağ əli sol əlinin üzərinə qoymaq bu şəkildə olur. Peyğəmbər sallallahu aleyhi və səlləmlə namaz qılarkən sağ əli sol əlinin üzərinə qoymaq həm bu şəkildə gəlib, həm bu şəkildə gəlib və hamısında da demək göbəkdən yuxarıdır. Göbəkdən yuxarı bu şəkildə də qoymaq olar, həmçinin biraz aşağıda da qoymaq. Bu ərazi adlanır sadır, sinə, göbəkdən yuxarı. Amma göbəkdən aşağı tutmaq isə gələn rəvayətlər hamılıqla zəifdir. Zəifdir. Namaz ibadət olduğu üçün gərək biz də ibadətdə səhih, mötəbər rəvayətlərə qayıdıb onlar ilə əməl edək. Bu şəkildə namaz qılmaq təkcə Muhammed sallallahu aleyhi və səlləmin yox, bütün peyğəmbərlərin sünnəsi yolu olub. Onlar hamısı namaz qılanda əllərin sağ əli, sol əlin üzərinə sinən saxlayıblar və bu şəkildə qılıblar. Çoxlu faydaları vardır. Buyurur ki, müəllif, insan namazda sağ əli, sol əlinin üzərinə qoyanda daha xuşulu olur. Allah yanında zəifliyin, onun qulu olmağın daha yaxşı etiraf edir. Fərz edək ki, məsələn, Allahın qabağında belə dayansaq. Aydındır, necə olar? Yəni, biraz hörmət, biraz ehtiram zəif olar. Allahı təzim etmək, əzəmətləşdirmək az olar. Amma insan bu şəkildə dayananda Allah qarşısında daha xuşulu və daha, demək, Allahı təzim etmiş olur. Hətta, əlhəmdülillah, bizlər böyüklərin yanına daxil olan valideynlərimiz olsun, ağsaqqallar olsun, dərhal necə dayanırıq? Əlimizi cibimizdən çıxardırıq, əlimiz yanımızdadırsa dərhal qoyuruq qabağımıza, pencəyimiz açıqdırsa düyməliyirik, müəllimlərin və s. hörmətli şəxslərin qabağına atıq. Bu da yaxşı şeydir əslində, böyüklərə hörmətdir. Allah bunların hamısına daha çox layiqdir. Daha çox layiqdir ki, insan bu şəkildə dayansın. Buyurur ki, müəllif, Rasul sallallahu aleyhi və səlləm bu hədisdə 3 əməli qeyd etdi. İftarı tezləşdirmək, sahuru gecikdirmək, namaz qılan zaman sağ əli sol əlin üzərinə qoymaq. Başqa hədisdə isə gəlir ki, Peyğəmbərlərin ibadətlərindən, əməllərindəndir ətirlənmək, ətirli olmaq daima səndən gözəl qoxunun, gözəl ətirin gəlməsi. Allah Teala gözəldir və gözəl olanı sevir. Verdiyi nemətləri bəndələrinin üzərində görməyə xoşlayır. Allah Subhanahu taala sənə imkan veribsə, ətir al, daima ətirin olsun. Evdə, maşında, işdə, hər yerdə daima ətirli ol, səndən gözəl qoxu gəlsin. Mələklər gözəl qoxunu sevirlər. Gözəl qoxulu şəxsi sevirlər. Amma səndən pis iyi gələndə həm özün narahat olursan, həm ətrafındakılar narahat olur, həm də mələklər pis ətri, pis qoxunu sevmirlər və səndən Allah qorusun uzaqlaşırlar. 3 şey sənə veriləndə onu geri çevirmə. Biri döşəkçədir, biri süddür, biri də ətirdir. Ona görə ətirlənmək mühümdür. Bütün peyğəmbərlərin ibadətlərinin əməllərindəndir.
hayalı abırlı olmaq. Hansı ki bu hədisdə qeyd olunmadı, amma digər hədisdə gəlir. Bütün peyğəmbərlərin ibadətlərindən, əməllərindən, adətlərindən də həyalı abırlı olmaq. Həya imandandır. İmanın şöbələrindən biridir. Həya sahibinə ancaq xeyir gətirir. Və insanın Allah qorusun, həyası ağrı olmayanda nə istəsə eləyə bilər artıq. Ondan hər şey gözləmək olar. Necə ki Allah Resulü sallallahu aleyhi və sələm buyuruyor, utanmırsansa onda nə istəsən elə. Yəni burada əslində Allah Resulü sallallahu aleyhi və sələm təşviq eləmir ki, yəni nə istəyirsən ged elə. Xeyr. Yəni utanman, abrun, hayan yoxdursa, əgər qorxmursansa, üzün qızarmırsa, qəlbin narahat olmursa onda ged elə. Bu əslində ona nədir? Çəkindirmədir. Yəni bunu eləməyin sənin abrının, həyanın az olmağını göstərir. Ona bir növ nəsihətdir. Sonuncu isə evlənib ailə həyatı qurmaq. Bütün peyğəmbərlərin əməllərindən, adətlərindən, sünnələrindən. Bütün peyğəmbərlər evləniblər. Allah subhanahu ta'ala onlara ailələr nəsib edib, övladlar nəsib edib. Əksəriyyətinizdə qız övladlar olub. Peyğəmbərlər qız övladları daha çox olub onlara. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləmin 7 övladının 4'ü qız olub. Ən son vəfat edən də Fatimə anamız, Allah ondan razı olsun. Evlənmək, ailə həyatı qurmaq dinimizdə mühümdür. Peyğəmbər sallallahu aleyhi və səlləm bu ki, evlənin, ailə həyatı qurun. Həqiqətən də mən qiyamət günü ümmətimin çoxluğu ilə fəxr eləyəcəm. Evlənin, ailə həyatı qurun. Kim evlənməkdən boyun qaçırdırsa, o mənim sünnəmdə deyildir. Hədəliyir yenə. Qorxudur, çəkindirir, yəni evlənmə fikrin olmamağından dön. Evlənin, ailə həyatı qurun. Kim evlənib ailə həyatı qurursa, artıq onun dininin yarısı tamamlanır. Yarısı artıq tamamlanır. Ruzusunu Allah verir. Allah subhanahu ta'ala bu yuğnihumullahu min fadlihi. O evlənənləri Allah Teala öz fəziləti ilə ruziləndirir. Rasul sallallahu aleyhi və səlləm bu ki, 3 şəxs var ki, Allah Teala onların ruzusu, hər şeyin öz üzərinə götürür. Bunlardan biri qaytarmaq məqsədi ilə borc götürən şəxs, borcu götürür, niyyəti qaytarmaqdır. Allah Teala ona ruzu verir, o da borcunu qaytara bilir. Sonra Allah yolunda olan şəxs, onun ruzusunu Allah Teala verir. Sonuncu, evlənən şəxslər. Allah Teala onların ruzusunu onlara bəxş edib əta edir. Allah subhanahu ta'ala bizləri eşidib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Allah Teala bizlərə Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədislərinə, bu sünnələrinə, eləcə də digər hədislərinə və digər sünnələrinə tabi olmağı, istər sözlə, istər əməllə, istər qəlblə bizlərə nəsib etsin. Və Allah subhanahu ta'alanın salamı bütün peyğəmbərlərin üzərinə olsun. Salavatı və salamı isə Muhammed sallallahu aleyhi və səlləm, onun ailəsi, onun səhabəsi və ona gözəl şəkildə tabi olan şəxslərin üzərinə olsun. Təkrar təşəkkür edirik, bu cür bizi burada topladınız. Allah Teala evinizə bərəkət versin. Daima evinizdə xeyir, gözəl, yaxşı məclislər olsun. Yeməyinizi yaxşı adamlar yesin. Qapınızdan mömin insanlar, mömin kişilər, mömin qadınlar daxil olsun. Amin. Və Allah subhanahu ta'ala daima bu evdə, bu ocaqda gözəl, xeyirli və faydalı övladlar yetişməyə sizə müvəffəq etsin. Mələklər sizin üçün Allahdan bağışlanma istəyib salavat desinlər. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.